Dəyişmirsən elə bil ki, biraz. Hə, deməyin. Nə eləmisiniz? Əslində mən eləməmişəm, eləyiblər. Niyə elətdirmişsən? Uğursuz bir prosedur olub. Niyə eləmirsən? Gözləyirəm açılsın. Botokslanıb, üzüm donub. Niyə etdirmirsən ki? Bilməmişəm də, içərisində belə bir Gözəl şey yox. Göyçək xanımsan, nə olub sənə? Nə yaşın var sənin indidən başlamısan? Yox, başlamısan deyəndə ki, o bilmədən olunan bir şeydir. Mən deməmişəm ki, bunu mən eləsin. Yəni uzanmışam, durmuşam, 3 gündən, 4 gündən sonra artıq keyməyə başlamışam. Kim kimi zorla deyər ki, gəl səni? Elə yox. Gedirsən başqa bir prosedur üçün içərisinə kokteylin başqa qatırlar şeylər və mənim qatırlar. xəbərim olmadan günü-gündən Məhkəməyə verəydin. mimikalarım dondu. Yox, məhkəməyə vermədim. Şikayət olunmuşdu. Hələ özü də gedib şikayət eləmişdi məni xanımın və sonradan aydınlıq belə eləyib, sonra da gedib şikayət eləyir. Bəli, mənim başıma gəldi belə işlər. O qədər safam ki, valla. Sən ana xanımı qoşaydın oyuna. Yox, ona qoşmuram. O qoşulmasın. Əyləşin. Təşəkkür ederim, salamlayıram. Bir də sənin Bartur uğurlar Aytərin xanım. verilişində. Hərdən qıza zəng elib başa salırsan mı, bunu belə elə, yoxsa qarışmırsan onların ailəsinə, düzünü deyə. Hərdən deyəndə ana balayıq da, elə çox vaxt. Mənim qızım çox ağıllıdır, bilir nəyi necə eləmək lazımdır. Amma Çünki hərdən... ana zəng çalanda aranı qatır, bəzi analar. Yox, mən ara qatan analardan deyiləm, yox. Mən aranı sakitləşdirən Daha anayım. da istəyirsən ki, Əlbəttə mehriban ki, olsunlar. maşallah. 19-cu ilə keçib uca ailəlidir, maşallah. Neçə? 19. 18 ildir Rovna. 18 il öz ailəmlə, ana-ata ilə yaşamışım. 18 ildə ər evindəyəm, yəni ailəliyəm. Heç vermək olmadı. Uşaqlar neçə yaşı var? 16 yaşı var qızımın. Allah bütün Maşallah. balaları saxlasın. 12 yaşda oğlumundur. Maşallah. Maşallah gününüz olsun. Tez ərə getmə, ailə qurmağın bax gözəl tərəfləri Neçə budur. yaşında ailə qurdun? 17 yaşım, 18 ailə evində olub. 18 yaşım. 18-də artıq ailə qurdun. Bəli. Oxumuşam da elə ailə ilə bir yerdə. Böyümüşəm də ailə ilə bir yerdə. Bartını gec evləndirəcəm. Hə, oğlan gec evlənsin Gec məncə evlənsə də. yaxşıdır. Məncə də. Gec evlənsə yaxşı. Hə. Qız Həyatı gec daha evlənəndə çox. deyirlər ki, evdə qalır. Evdə qalıb, aysa. Siz neçə yaşında ailə qurdunuz? Mən 16. Yaxşı. Mən çox gözəl olmuşam, ya, tez aparıblar. Getdik. Musa müəllimdən başqa siz istəyənlər var idimi? Çox. Müğənnilər idi, yoxsa? Yox, qırğın olub mənim üstümdə. Ha, yaxşı. Qırğın. Kimlər ayrı adamlar idi? Ayrı adamlar, əlbəttə ki, ayrı. Müğənnilərdən yaxın düşən olmadı. Yox, o vaxtda elə şeylər yox idi. Sosial şəbəkələr yox idi. Belə Sosial nə indirsən ki? İndi sosialda zətdə görüb evlənirlər. O vaxtı qonum-qonşu adamın üstündə qırğın eləyirdi. Tanıyanlar sevirdi, qırğın eləyirdi. Belə qohum əqraba. Belə yoxsa indi baxmayın, indi elə bir ki, o qədər müasirləşib. Elə hər yerdən adamı görürlər. Qızı orada da görəndə Instagramda deyirlər, "A, nə gözəl qızı. Sən nəyə Bunu qoyub, nəyə alaram." danışırsan? İndi qız tərəf elçi düşür oğlana. Hə? Deyir ki, mənim gözəl Göyçək bir qızım var.